Mənə görə inadkar xasiyyətə malik olan insanlar bu sahədə daha uğurlu olurlar. Heç bir layihədən çəkinməsinlər, universitet illərini çox yaxşı dəyərləndirsinlər. Bunu mən tələbəlik illərimdə daha çox etsəydim, bu mənim üçün daha faydalı olacağını düşünürəm. Fürsətlər sizin qabağınıza çıxacaq. Kompüter mühəndisliğində, proqramlaşdırmada qabağa getməyin çətin olacaq. Silabusa əsaslanırdı və ingilis dilində keçirilirdi. Bu təcrübə mənim də həyatımda baş veribdi. Mən Kərim Kərimov. Bu gün ixtisas seçimində abituriyentlərə kompüter mühəndisliyi və əlaqəli sahələrdə akademik və peşəkar təcrübələrimi bölüşəcəm. Hansı universitetlərdə, hansı ixtisaslarda təhsil almısınız? 2013-cü ildə Bakı Ali Məktəbinin proseslərin avtomatlaşdırılması mühəndisliyi bakalavr təhsilinə qəbul olmuşam. 2020-ci ildə isə Budapeşt Texnologiya və İqtisadiyyat Universitetində kompüter mühəndisliyi və elmi magistr pilləsində təhsilimi almışam. Bu mənim gəncliyimə dayanan bir qərardır. İlk başlarda texnologiya ilə sıx əlaqədə olurdum. Burada kompüter işləməsini maraqlanırdım, həm onun necə düzəldilməsini, daxili sistemlə necə işləməsi ilə maraqlanırdım. Amatör səviyyədə baş verirdi və bunu da istəyərdim ki, öz akademik səyahətimdə töhfə qatım. Ona görə də açıq səmimi desək, balıma uyğun olan Bakı məktəbində ən uyğun texnologiya ilə əlaqəli fakültə olan proseslərin avtomatlaşdırılması mühəndisliyini seçmişəm. 662 bal toplamışdım. Bu qərarı da ona əsasən vermişəm. Xarici ölkədəki təhsil dövrünüz necə keçib? Universitetin son illərində mən artıq xaricdə təhsil almağı qərar vermişdim və onun üçün fürsətləri araşdırırdım. Bunlara həm sponsorluq daxildir, həm dövlətlər arasında proqramlar və yaxud da ki, maliyyə dəstəyi olan universitetlərdə təhsilə maraqlanırdım. Orada paralel olaraq müraciət etdiyim həm İsveç universitetləri olmuşdu, həm Almaniya universitetləri, həm Sankt-Peterburqda, orada İTMO universitetinə qəbul olmuşdum əslində. Orada qəbul prosesi çox maraqlı idi. Onlayn bir olimpiada keçmişdilər, 2 turdan ibarət olaraq və mən orada onlayn proktord olaraq, yəni kompüterin videosunu açıq qoyaraq orada verilən tapşırıqları 5 tapşırıq var idi. 4-ü teoretik, biri isə kod yazmaqla əlaqəli idi və mən orada kod yazmağını uğurla bitirmişdim. Digər 4-ündən isə yalnız biri düz olmuşdu. Lakin ən çox ağırlıq kod yazmada idi, orada qəbul almışdım. Bu universitetdə qlobal arenada proqramlaşdırma olimpiadalarında qalibiyyət üzrə ən məşhur universitetlərdən biridir. Ən son qəbullarımdan biri Macaristanda olan Texnologiya və İqtisadiyyat Universiteti idi ki, bu da çox nəhəng tarixə bir malik olan bir universitetdir. Orada həm Nobel mükafatı almış müəllimlər var, öz məzunları var və qısa bir fakt deyim, Rubik həmin universitetin məzunudur və özlərinin peyçləri var və çox elmi cəhətdən fundamentləri çox güclü bir universitetdir. Ona görə mənə maraqlı gəlmişdi. Həm ingilis dilində təhsil olması, həm Avropaya çıxış, həm də təhsilin keyfiyyətinə inam mənə bu universitet seçməyə dəstək olmuşdur. Budapeşt Universitetində ilk başladığımız dərslərdə çətinliklər olmuşdu. Proseslərin avtomatlaşdırılması mühəndisliyi mənə görə kompüter mühəndisliyi, elektrik mühəndisliyi və siqnal emalı tədrislərinin birləşməsidir. Ona görə biz orada yalnız kompüter mühəndisliyi yox, onlardan bir neçə hissələr keçmişdik. Və həmin bazanın çox güclü olmaması ali riyaziyyat dərslərində və digər əlaqəli dərslərin tədrisində mənim üçün çətinliklər olmuşdu. Ona görə mən vaxtından əlavə olaraq dərslərdə iştirak etməli və öyrənməli olurdum. Amma müsbət cəhətdən təcrübələrimdə olmuşdu ki, orada xüsusi departamentlər var idi ki, qraf databazalar üzərində elmi araşdırmalar aparırdılar və qlobal arenada ən yaxşı elmi araşdırmalar həmin departament daxilində baş verirdi və mən də magistr işimi qraf databazaları üzərində onlarla bir yerdə işləməkdən zövq aldım. Orada mənim üçün sadəcə orta səviyyədə çətinlikli yox, yüksək səviyyəli çətinlikdə elmi bir iş tapşırmışdılar və onu çox diqqətlə və yuxarı keyfiyyət standartı ilə yoxlamışdılar. Bu mənim peşəkar həyatımda inkişafıma çox təkan olmuşdur. Digər maraqlı faktlardan biri Macarıstan ölkəsində bütün təhsil sistemlərinin bir universal platforma üzərində birləşməsi olmuşdu. Yəni sən istənilən universitetə də getsən, onların Təhsil Nazirliyi tərəfindən təyin olunmuş bir platforma var idi. Sənin bütün kreditlərin, bütün dərslərin, bütün ev tapşırıqlarının həmin platforma üzərindən idarə olunurdu və bu işimizi çox rahatlaşdırmışdı. Azərbaycanda olan təcrübədə isə hər bir universitetin öz daxili bir sistemləri olur. Bu əsas fərq nəzərə çarpmışdı və magistr təhsilində son ilində seçmə fənlərindən biri Avropa Şurası qanunvericiliyi və oradakı olan qaydalar üzərində bir fənn olmuşdu. Bu fənnin xüsusi cəhəti o idi ki, dünyanın hər bir yerindən Erasmus tələbələri gəlmişdilər. Biz digər fənlərdə, mühəndisliklə əlaqəli olan fənlərdə özümüzün qruplarımız var idi ki, bir neçə semestr bir yerdə oxuduq. Amma bu isə tamamilə başqa bir təcrübə idi. Bizim üçün mühəndislik oxusaq belə hüquq və qanunvericiliklə əlaqəli bir tapşırıqlar vermişdilər. Həmin fənn daxilində bir qrup işi təqdim etməli idik. Biz qrup işi daxilində bir Portuqal, fransız, alman və
Amerikalı tələbələrlə bir yerdə işləmişdik. Mən orada beynəlxalq komandada işləməyin təcrübəsi daha da artmışdı. Yəni mənim üçün çox maraqlı bir təcrübə olmuşdu ki, onların işə baxma tərzi, ev tapşırığına baxma tərzi, onunla danışma üslubları necə fərqlənir və bunu biz tədris ərzində yaşamışdıq. Çox maraqlı bir beynəlxalq inteqrasiya təcrübəsi olmuşdu. Kompüter elmləri və kompüter mühəndisliyi arasındakı fərqlər nələrdir? İlk olaraq kompüter elmləri və kompüter mühəndisliyi arasında şəxsi fikirlərimi bölüşmək istəyərdim. Kompüter elmləri hesablama üsullarından, onların formulalarından, teoriyalarından və əvvəlcədən təyin olunmuş qaydalarından öyrənilməsinə dayanır. Sən orada hansısa bir ideyanı tətbiq etmək istəsən belə, əvvəlki mənbələrə istinad verməlisən. Yəni sən orada daha çox tarix boyu yaradılmış qaydalar, teoriyalar və onların isbatları haqqında daha çox vaxt sərf edirsən. Mühəndislik isə əvvəl qeyd etdiyim nümunədə kimi sənin üçün bir son nəticə bəlli olur və sən həmin son nəticəyə gedəcəyin fərqli texnikaları öyrədirlər. Yəni sən bilirsən ki, sonda sənin çatacağın nöqtə B-dir. A-dan keçəcəyin B nöqtəsinə indiyə kimi qeydə alınmış və ya da təcrübədən keçmiş yolları sənə öyrədirlər. Nümunə kimi deyim, kalkulyator işləmə prinsipi bizə sadə görünsə belə, onun daxilində elektrik hissələrin işləməsi o qədər sadə deyil. Yəni 2 + 2 deyəndə o 4 hesablanmır. O 3.99, 9-dan ardınca gedir, axırda 7, 6, 5-ə bəlkə gedib çıxa bilər. Amma bu mühəndislik problemidir. Sən onu diskret rəqəmləri olduğu kimi analoq və yaxud da ki, rəqəmsal elektronika daxilində olduğu kimi hesablamaya bilərsən. Çünki o imkanlar limitli olur. Sən bu üsulları mühəndislikdə öyrənirsən. Bu elmdə öyrədilmir. Yəni kompüter elmlərində sən hansısa düsturlar və yaxud da ki, onun dayandığı teoriyaları öyrənirsən. Amma mühəndislikdə isə sənin nəticə əldə etməyin var və bəzi şərtlər var. Şərtlər odur ki, sən elektriklə işləyəcəksən, onun bəzi yaddaş həcmi var, limitlər var və sən bu limitlərlə nə edə bilərsən? Bəlkə də indi sənin bildiyin belə 10 ildən sonra fərqli bir şey çevrilə bilər. Nəticə eyni olacaq, amma üslub dəyişir. Bu üsul mühəndislik yolu ilə kəşf olunur. Amma elmdə isə sən daha çox ali riyaziyyat, databazalan strukturlar deyə daha teoretik məlumatlar əldə etmiş olursan. Mühəndislikdə isə daha praktiki və tətbiq oluna biləcək hissələrə aid biliklər əldə etmiş olursan. İnformasiya təhlükəsizliyi isə günü-gündən daha da aktuallaşan bir mövzudur. Çünki bizim gündəlik əməliyyatlarımız, məlumatlarımız daha çox texnologiya ilə bağlı olduğu üçün onun qorunması, onun təhlükəsiz şəkildə olması günü-gündən daha da vacib, aktual məsələyə çevrilir. Ona görə bu sahə günü-gündən populyarlaşacağı və vacib olacağı fikrindəyim. Riyaziyyatı zəif olan abituriyentlər bu sahələri seçə bilər? Mənə görə yalnız riyaziyyat yox, abstrakt düşüncə və məntiqə əsaslanır kompüter mühəndisliyində və proqramlaşdırmadakı olan uğurunuz. Siz orada uğurlu ola bilmək üçün gündəlik fərqli bilikləri, fərqli üsulları və metodları öyrənə bilmək qabiliyyətiniz daha vacibdir. O bəlkə də birbaşa sizdə riyaziyyat biliyinizlə əlaqəli olmaya bilər, başqa bir sahə ilə ola bilər. Amma mənim gördüyüm ən güclü mühəndislər məntiqi güclü olan mühəndislər olur. Bu ixtisasları bitirmiş tələbələr hansı sahələrə yönələ bilər? Kompüter mühəndisliyi və elmi tədrisini bitirmiş məzunlar bir çox sahədə iş yeri tapa biləcəklər. Kompüter proqramlaşdırması, onun fərqli domenləri əvvəl qeyd etdiyim kimi, istər məlumat təhlükəsizliyi olsun, databaza administrasiyası olsun, şəbəkə mühəndisliyi olsun və yaxud da ki, çox qəliz biometrik cihazlarla işləyə biləcək texniki bir mütəxəssis də ola bilər. Texnologiya ilə əlaqəli olan bir çox sahələrə, şaxələrə bölünə bilər. Hətta siz yalnızca kod yazmağınız və yaxud da ki, şəbəkə idarə etməyiniz mütləq deyil. Mən bir çox həmkarlar tanıyıram ki, onlar yeni bir kiçik bir komanda qururlar. Böyük şirkətlərin məlumatlarının ağıllı idarə etməsi sistemində iştirak edirlər. Yəni sadəcə orada kod deyil, məlumatların qruplaşdırılması, emalı, arxivləşdirilməsi kimi fərqli domenlərdə də işləyirlər. Yəni bu bəlkə də sizin tədris boyu keçəcəyiniz bir yön olmayacaq, amma texnologiyanın olan bilikləriniz sizə bu kimi yeni və müasir iş ailələrinə qoşulmağına imkan yaradır. Son dövrdə tələbələr AI-dan çox istifadə edir. Sizcə bu nə qədər doğrudur? Mən Bakı Ali Məktəbində 4 il müddətində bakalavr tələbələrinə dərs vermişəm və həmin dərs etdiyim başlarda süni intellekt hələ aktual deyildi və indiki bacarıqlara sahib deyildi. Mən ildən ilə keçərək gördüm və tələbələrdə müşahidə etdiyim mənfi hal odur ki, get-gedə ev tapşırıqlarını etməkdə və öyrənməkdə süni intellektdən asılılıqlarını çox artırırlar və bu onlar üçün mənfi bir hala çevrilir. Həmin günün ev tapşırığına və yaxud da ki, hədəflərinə çatmaq üçün süni intellektdən hazır cavab alıb bitirirlər. Amma universitetin yeri sizin orada öyrənməyinizdir. Yəni siz sadəcə orada cavabı vermək üçün getmirsiniz.
bilirsiniz. Bu peşəkar bir həyat deyil ki, bir nəfər digərinin qarşısındakı olan layihəni və yaxud da ki, sözü tutsun. Burada siz özünüz üzərinə investisiya etməlisiniz. Ona görə süni intellektdən məsuliyyətlə istifadə edilməli və öz öyrənmə bacarığınıza mənfi təsir etmədən bunu etməlisiniz. Siz bəlkə də düşünə bilərsiniz, bu fənn mənim üçün maraqlı deyil, digər bir fənn maraqlıdır. Ona görə maraqlı olmayan fənni süni intellektlə cavabını vereyim, öyrənməmək mənim üçün bir zaman əldə etmiş olacaq. Amma bilmək olmur. Yəni mən özümün bakalavr və magistr təhsillərində aldığım fərqli mövzular və fənlər mənə fərqli yerlərdə lazım olmuşdur. Yəni heç mən həmin anda düşünsəydim ki, bu fənn mənə daha vacib, digəri yox, eyni qərarlar tamamilə səhv olub və mən bunları gələcək peşəkar həyatımda anlamışam. Tələbəlik dövrünə yenidən qayıtsanız hansı addımları atardınız? Tələbə dönəmə geri qayıtsaydım, öz təşəbbüsümlə yaradılan proqramlarda daha çox vaxt sərf edərdim. Bu mənim fərqli yönlərdə inkişaf etdirirdi. İndiyə kimi ən çox texniki olaraq inkişaf etdiyim və öyrədən hissələrdə özümün marağı ilə başlamış layihələrdə olub. Mən hələ də yeni layihələrin yaradılmasında vaxt ayırıram şəxsi olaraq və öz ideyam üzərində işləyirəm deyə daha çox motivasiya ilə, daha çox müddətdə vaxt sərf edə bilirəm. Bunu mən tələbəlik illərimdə daha çox etsəydim, bu mənim üçün daha faydalı olacağını düşünürəm. Kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları kimi sahələri hansı tip abituriyentlər seçə bilər? Mən öz üzərimdə nümunə deyə bilərəm. Bu içində gələn bir səsdir. Sən onu hiss edirsən ki, mən texnologiya ilə bağlı araşdırma etmək, onun problemlərini həll etmək mənim üçün maraqlıdır ya yox. Digər ixtisaslardan fərqi cəhət odur ki, texnologiya cansız bir varlıqdır və sən onun üzərində çoxlu cəhdlər edə-edə öyrənirsən. Tibbdə elə deyil. Yəni sən tibbdə səhv etmə və çoxlu cəhdlər eləmə şansın çox azdır. Çünki insanlarla işləyirsən. Digər elmlərdə isə sən orada cəhdlərin çox fərqli bir xəttə doğru gedə bilər. Yəni sən hansısa bir fərziyyə eləyə bilərsən, onun davamında illərlə araşdırma eləyə bilərsən və olmaya bilər. Amma texnologiya odur ki, kompüter mühəndisliyi üzərindən nümunə çəkim. Sən hansısa bir nəticəyə çatmaq istəyirsən və o nəticə bəllidir sənin fikrində. Amma ona çatacağın yol bəlli deyil. Ən maraqlısı odur. Sən başlanğıcı bilirsən və yekun nəticəni bilirsən. Amma ortadakı olan xətt milyonlarla fərqli yollar ola bilər və sən o milyonlarla fərqli yollarla o nəticəyə çatmağı istəyirsənmi ya yox? Yəni buradakı düşüncə tərzi tam fərqlidir. Başqa bir analogiya desək, mühasibatlıqdasan. Mühasibatlıqda nəticən bəzən bəlli olmur. Yəni sən əlindəki olan rəqəmləri hesablayanda hər də başqa nəticələr çıxa bilirsən. Sənin əlində istinad nöqtən olmur ki, onu müqayisə etsən mən düzgün yerə gəldim ya yox. Amma texnologiyada bir sahədir ki, sən nəticən adətən bəlli olur. Yəni robot düzəldəcəksən, robotun hansısa bir istəyin var, bu qapını gedib aça bilməlidir. Amma yerindən durub robot qapı açana kimi bəlkə sən milyonlarla dəfə xəta edəcəksən. Sən bu tip yenidən cəhd etməyə, içində bir motivasiya və yorulmazlıq hiss edirsənsə, texnologiya bu xüsusiyyətdə olan insanlar üçün olan bir sahədir. Mən özümün akademik və peşəkar həyatımda o qədər eyni problemi həll etmək üçün o qədər üzərində düşünmüşəm ki, bu artıq bəzən yorucu hala gəlir. Yəni bu da bir anekdota çevrilir ki, mühəndislər gecələr yatmır və yaxud da gecələrə kimi işləyir. Bu dediyim səbəbə əsasəndir. Çünki sənin əlində bir yekun bir hal var və sən ilkin haldan yekun hala çatana kimi o yolda çox fərqli yollardan keçməlisən və bu keçid sənin üçün çox vaxta başa gəlir. Və sən məcbursan ki, o beynindəki fikri itirməmək üçün gecə uzun müddətə kimi işləyəsən və həmin nəticəyə çatasan. İlk kodunu universitetdə yazan tələbələrə inkişaf etmələri üçün nə məsləhət görərdiniz? Bu təcrübə mənim də həyatımda baş veribdi. Mən məktəb illərində informatika dərslərimizdə kompüterin özündə kodlaşdırma yazmırdıq. Mən özüm də universitetə qəbul olana kimi kod yazmamışdım. Yəni ilk yazdığım kod universitetdə 1-ci ilində başlamışdır. O vaxta kimi dediyim sadəcə kompüterin özünün təmir olunması, onun hissələrini öyrənməsi, bəzi texniki spesifikasiyalar bu kimi biliklərim vardı, amma proqramlaşdırma ilə bağlı biliklərim yox idi. Ona görə mən həmin şəxslərə deyərdim ki, problem yoxdur. Yəni siz məktəb tədrisində öyrənəcəyiniz fundamental bilikləriniz çox vacibdir. Nəinki proqramlaşdırmağa daha tez başlamalısınız. Çünki proqramlaşdırma sizin əvvəlki biliklərinizin bir məcmusudur. O əvvəlki fundament nə qədər yaxşı olsa, əgər sizin riyazi düşünmə qabiliyyətiniz, abstrakt düşüncə qabiliyyətiniz güclü olsa, proqramlaşdırmanı istənilən yaşda öyrənmək mümkündür.